Bu paylaşımda sizi dünyanın en xoşbəxt ölkəsi Finlandiyaya aparıram. Gedək görək həqiqətən xoşbəxt bir ölkədirmi? Berlindən Helsinkiyə 110 manata bilet alırıq. Borussia Dortmund təyyarəsi ilə gözəl bir eniş etdik və Helsinkiyə çatdıq. Şəhərə girən kimi də 24 saatlıq bilet alırıq, qiyməti 12 evro. Bu biletə metro, avtobus, gəmi daxildir. Burası isə Helsinkinin mərkəzidir. Bu gördüyünüz rus çarıdır. Arxadakı isə şəhərin simvollarından biri Helsinki kilsəsi. Nə olar bir anlıq keçmişə dönsəm? Neysə, gedək kilsənin içini gəzək. Köhnə adı Nikolay kilsəsi, hal-hazırdakı adı Helsinki kilsəsi 1852-ci ildə tikintisi başa çatmışdır. Burada yaxşın bitməsini oturub gözləyirəm, içimdəki din üsyan eləyir. Bayaqki Senat meydanından biraz yuxarıda Helsinkinin açıq bazarı var. Burada qəşəng yeməklər alıb sahilin kənarında əyləşirsiniz və özünüzü xoşbəxt Finlandiyalılar kimi hiss edirsiniz. Milli mətbəx olaraq dəniz məhsullarından söhbət gedir. Thank you. Bu balıqlar qızardılmış tərəvəz və limonla təqdim olunur. Qəşəngdir, püstə. Finlandiyada hər şeyin qiyməti olduqca bahadır. Balaca kivi, peyxvanlı kivi kimi soxuşdururlar. Buradan da bir dənə maqnit alıb gedirik şəhərin başqa gəzməli yerlərinə. Əmi bizə yemək verəcək. Cəhənnəm olala buradan. Mənə verəcək. İndi isə gəlmişik Uspenski kilsəsinə. Bura Helsinkinin məşhur kilsələrindən Bu biridir. kilsə Helsinkinin tarixi məkanlarından biridir. Kilsənin içi rəngarəng və qızılı görünüşə malikdir. Bura isə həyatımda gördüyüm ən qəribə kilsələrdən biri Templaukio kilsəsidir. Burada hərə öz keyfinə görə mahnı ifa edir. Qulaq asın, bəlkə bir şey başa düşdünüz. Çox qəribə abidədir. Əlinə vurursan. Birdən səsin yuxarı kimi gedir. Kampi Helsinkinin ticarət mərkəzi və avtovağzalıdır. Aşağı mərtəbədə böyük avtovağzal var. Laplandiya və digər şəhərlərə səyahət etmək mümkündür. Şokdayam. Yeganə Avropa ölkəsidir ki, görürəm ki, krantı var. Gəmi ilə səyahət 24 saatlıq 12 evroluq biletə daxildir. 24 saat ərzində limitsiz şəkildə gəmidən istifadə edə bilərsiniz. Baxın, bu göstərdiyim adaya gedəcəyik. Finlandiya niyə görə dünyanın ən xoşbəxt ölkəsidir? Vətəndaşların təhsili, səhiyyə sistemi və sosial təminatı tamamilə pulsuzdur. Maaşları yüksəkdir və əhali stres altında böyümür. Bu ada UNESCO-nun dünya irsi siyahısına daxildir. Baxın, gözünüzə su verin. Azərbaycanda hamı evlənməkdən qaçır. Burada saatlarla oturub təbiəti və günəş batımını seyr etməkdən zövq ala bilərsiniz. Amma geri qayıtmağı da unutmayın. Sonuncu gəmi saat 9-da Helsinkiyə yola düşür. Bir sözlə, Finlandiya sakitliyi və təbiəti sevənlər üçün ideal bir ölkədir. İndi isə yolumuz Laplandiya Rovaniemi şəhərinə olacaq. Laplandiya vloqunu qaçırmamaq üçün səhifəmizi izləməyi unutmayın.